Salam, Qoldmaster Tədris Mərkəzi. Bugün sizlərə Dövlət İmtahan Mərkəzi yeni nəşr test toplusundan, riyaziyyat test toplusundan rasional bərabərsizliklər testlərinin bütün izahlarını verəcəyəm. Vaxt itirməyə keçək suallara. Deməli, birinci sual. Deyir ki, 5 minus x bölünsün x plus 2 kiçikdir bərabərdir 0 bərabərsizliyinin ən böyük mənfi tam həllini tapın. Əvvəla bu tipli bərabərsizliyi həll etmək üçün bax bunu belə yazıram. X plus 2 bir də 5 minus x kiçikdir bərabərdir 0. Yenə eyni qaydadır. Bunları sıfıra çevirən hala baxmalıyam. Burada mənfi 2-dir. Burada sıfıra çevirən hal nədir? 5-dir. Kökləri. Bir şərtlə ki, x mənfi 2-dən fərqli olmalıdır. Nəyə görə? Məxrəc 0 ola bilməzdir. Mənfi 2 olsa 0 olur. Bunu kənarda qeyd edək. İndi oxu üzərində bunu göstərək. 5 haradadır? 5 burada sağda yerləşir. İçərisi doludur. Yəni ki, daxildir işarəsi var burada. Mənfi 2-nin içərisi boşdur. Bu ola bilməz. İndi hər iki tək dərəcədə kök olduğuna görə baş əmsal müsbət, baş əmsal mənfi. Deməli, mənfidən başlayır. Müsbət, bir də nə olacaq? Mənfi olacaq. Burada mənfi sonsuzluğu mənfi 2. Mənfi 2 daxil deyir, ola bilməz. Birləşmə 5-dən hara kimi? Müsbət sonsuzluğa kimi. Bərabərsizliyin ən böyük mənfi tam həlli. Burada mənfi 2 ola bilməzdir. Ondan sonra gəlir mənfi 3. Deməli, birinci sual doğru cavab nə oldu? C variantı. Keçək ikinci suala. İkinci sualda bizə deyir ki, x kvadrat plus 4 bölünsün x minus 3 kiçikdir 0. Bərabərsizliyini həll edin. Əvvəla baxıram, x kvadrat plus 4 hər zaman müsbətdir. O zaman bura nə olmalıdır? Məxrəc mənfi olmalıdır. Yəni, x minus 3 0-dan kiçik olmalıdır. X nə olmalıdır? 3-dən kiçik. Yəni, mənfi sonsuzluq 3. Mənfi sonsuzluq 3 də ikinci sual da C variantıdır. Keçək üçüncü suala. 2 minus kökün altında 7 bölünsün 3x minus 4 böyükdür bərabərdir 0-dan. Bərabərsizliyi həll edin. Həll etmək üçün yenə bunları hasıl kimi yazaq. 2 minus kökdə 7 vurasın 3x minus 4 böyükdür bərabərdir 0. Amma 3x çıx 4 fərqli 0 olmalıdır. X də fərqlidir, nə olar? 4 bölünsün 3. Yəni ki, x 4 bölü 3 ola bilməz. 2 çıx kökdə 7 nə deməkdir? Kökdə 4 çıx kökdə 7. Bu mənfidir. O zaman 3x minus 4 mənfi olduğuna görə işarə əksinə dəyişir. Olur mənfi kiçik bərabərdir 0. İndi x da buradan kiçik bərabərdir. Nə olacaq? 4 bölünsün 3 olacaq. Amma burada 3 bölünsün 4 ola bilməz. Çünki məxrəc nədir? 0 ola bilməz. Ona görə də bunu kiçikdir yazıram. Yəni bərabərlik heç vaxt ola bilməz. Bir sözlə bu mənfidirsə, bu nə olmalıdır? Bu da mənfi olmalıdır ki, mənfi bölündə müsbət olsun. Amma məxrəc nədir? 3-də 4 ola bilmirdi. Yəni ki, bu da nə deməkdir? X kiçikdir 1 tam 3-də 1. Mənfi sonsuzluqdan 1 tam 3-də 1-ə qədər, amma daxil deyil. Mənfi sonsuzluqdan 1 tam 3-də 1-ə qədər. Üçüncü sual oldu nə? D variantı. Keçək, dördüncü sual bunun eynisidir. Bunu ev tapşırığı olaraq özünüz yazarsınız. Beşinci sualda bunun eynisidir, yazaq 5'i. 2 kökdə 2. Birbaşa kökdə 8 yazıram. Çıxılsın 3. Bölünsün 5 minus 4x. Kiçikdir 0 olar. Bərabərsizliyi yenə deyir, həll edə. Kökdə 8 çıx 3 mənfi ədəddir. Bu mənfidirsə, o zaman bura nə olmalıdır? Bax, bu ifadə müsbət olmalıdır ki, mənfinin müsbət olmalıdır, mənfi olsun, 0-dan kiçik olsun. Yəni, 5 minus 4x nə olmalıdır? 0-dan böyük olmalıdır. Mənfi 4x böyükdür mənfi 5-dən, x də kiçikdir 5 böl 4-dən. Yəni, x kiçikdir 1 tam 4-də 1-dən. Mənfi sonsuzluq 1 tam 4-də 1-ə qədər gələr. Mənfi sonsuzluq 1 tam 4-də 1, 5-ci sual oldu B variantı. Keçək 6-cı suala. Verib bizə x plus 2, x minus 3 kiçikdir 0. Bərabərsini həll edək. Bunları yenə hasıl kimi yazaq. X plus 2, x minus 3
kiçikdir 0. Rasional bərabərsizlik ümumiyyətlə biz belə yazırıq, amma məxrəci burada nəzərə almalıyıq ki, məxrəc 0 olmasın. İndi bunları sıfıra çevirən hal, x plus 2-ni sıfıra çevirən hal mənfi 2-dir. Kökləri yəni ki, bir də 3-dür. 3 ilə mənfi 2-ni qeyd edək. 3 də ola bilməz, mənfi 2 də ola bilməz. Tək dərəcəli köklərdir. Baş əmsalları müsbətdir. O zaman müsbətdən başlayalım. Mənfi, müsbət. Bizə mənfilər lazımdır. Hansı parçadır? İntervaldır. Mənfi 2, 3 intervaldır. 6-cı sualda doğru cavabımız Y variantıdır. 7 bunun eynisidir. Ev tapşırığı kimi yazarsınız. Keçək 8-ci sualımıza. Deyir ki, x kvadrat plus 16 bölünsün x kiçikdir bərabərdir 8-ə. Bərabərsizliyini həll edin. Yəni burada heç vaxt bu x-i 8-ə vurmayın. Yəni belə yazaq. X kvadrat plus 16 bölünsün x çıxılsın 8 kiçikdir bərabərdir 0-da. Bax, x-i vuranda artıq burada 0 kök itir də. Ona görə heç vaxt vurmaq olmaz. Məxrəci 1-dir. X kvadrat plus 16 minus 8x. X-dan 1-ə ortaq məxrəc x-dir. Böləndə 1 qalır, özünə vurdum, öz eləyir. X-i 1-ə böləndə x-i 8-ə vurum 8x. Bölü x kiçikdir bərabər nə olar? 0 olar. Bəs bu ifadə nəyin asılışıdır? X minus 4-ün kvadratıdır. Yuxarı bölünsün x. Kiçikdir bərabərdir 0. Burada da x 0-dan fərqli olmalıdır. İndi bunu belə yazırım. X sıx 4-ün kvadratı vurulsun x kiçikdir bərabərdir 0-dan. Eyni zamanda belə də bu formada hesablama. Bura müsbətdirsə, bura mənfi olmalıdır. Bir də birləşmə 4 də vardır. İndi deyəcəm niyə görə. İndi bunları sıfıra çevirən hallar nədir? 4-dən 2 dənədir. Cüt dərəcəli kökdür. X-i də sıfıra çevirən hallar elə 0-ın özüdür. Gəlin burada yazaq. Bax, bu 4 ola bilər, amma 0 ola bilməz. 4 cüt dərəcəli kökdür. Baş əmsalları müsbət olduğuna görə müsbətdən başlayır. Müsbət nə olur? Mənfi. Mənfi sonsuzluqdan 0 ola bilməz axı. Məxrəc 0-dan fərqlidir. Mənfi sonsuzdan 0-dan. Amma birləşmə 4 var da burada. 4-dən 4 çıxaram 0, 0-ı 0-a bölürəm. 0-ı 4-ə böləndə eləyir 0. O da bir-birinə nədir? Burada bərabərlik işarəsi var. Ona görə də burada 4 də özü nədir? Daxildir. 8-ci sual oldu neçə? D variantı. 9 bunun eynisidir. Özünüz yazarsınız. Keçək 10-cu sualımıza. 3 bölünsün 10 kiçikdir 3 bölü x kiçikdir 1 bölünsün 2. Bərabərsizliyinin neçə natural həlli var? İndi burada mən nə edəcəm? Əksinə bunları yazsaq, onda 2 keçir bura. Kiçikdir x bölü 3 kiçikdir 10 bölünsün 3. Yerlərini dəyişirəm. Yəni əksinə yox, tərsinə də belə deyək. Aha. İndi hər tərəfin bunun 1-dir. 3-ə vursam, 3-ü 2-ə vuranda 6 edir. Kiçikdir x edir, kiçikdir 10 eləyəcək. Hər tərəfin 3-ə vursam. İndi bərabərsizliyin neçə natural həlli var? 7 var, 8 var, bir də nə var? 9 var. Deməli 10-cu sualda 3 dənə natural həlli var. 10-cu sual oldu C variantı. Keçək 11-ci suala. Mənfi 1 bölünsün 2 minus x kiçikdir nədir? 0-dır. Belə yaza bilərəm də bunu. Mənfi 1 vurulsun 2 minus x kiçikdir 0-dır. Bu mənfiyə görə işarəni dəyişirəm. 2 minus x böyükdür 0 yazaram. Mənfi x böyükdür. 2-ni keçirdim sağ tərəfə. Mənfi 2. X də bu mənfiyə görə yenə işarə dəyişir. Mənfi 2, mənfi 1, müsbət 2. Mənfi sonsuzluqdan 2-yə qədər gələr. Mənfi sonsuzluq 2, 11 də olar neçə? B variantı. Keçək 12-ci sualımıza. X kvadrat minus 9 bölünsün x kvadrat plus 9 kiçikdir, bərabərdir 0-da. Bərabərsizliyin həll edin. X kvadrat plus 9 hər zaman müsbətdir. Ona bu nə olmalıdır? Mənfi olmalıdır. Yəni x kvadrat çıx 9 kiçikdir, bərabərdir 0 ola bilər. Məxrəci də 0-a çevirən heç bir hal yoxdur. Çünki x kvadratının ən kiçik qiyməti 0-dan başlayır və 9 artdıqca gedir də, belə deyək. Daha sonra nə edirəm? X kvadrat kiçikdir bərabər 9. Keçən dərsdə bunu izah elədik. X daxildir. Mənfi 3 ilə
3 parçasındadır. Mənfi 3, 3, 12 olduğu B variantı. 13 da bunun eynisidir. Yazmıram, keçək 14-cü suala. Deməli 3 vurulsun x minus 7 bölünsün x plus 8. Kiçikdir, bərabərdir 0. Bu üçün burada heç bir mənası yoxdur. Bunları yenə neyək? Hasıl kimi yazaq. Kiçikdir, bərabərdir 0. Bir şərtlə x mənfi 8-dən fərqli olmalıdır. Məxrəc 0 ola bilməz. 0-a çevirən hal 7-dir. 0-a çevirən hal mənfi 8-dir. Gəlin bunları ələ doxunda qeyd edək. İndi burada ələ doxunda 7 ola bilər sağdadır. Mənfi 8 ola bilməz. Tək dərəcəli köklərdir. Baş əmsalları müsbətdir. Müsbətdən başlayır. Mənfi birdən müsbətdir. Deməli, mənfi 8 ilə bizə mənfilər lazımdır. Hara kimi? 7-yə kimi. Tam həllərinin cəmini tapın. Bərabərsinin tam həllərin cəmi neçənci sualdır bu? 14-cü sualda. Mənfi 8-dən sonra nə var? Mənfi 7, çıx 6, çıx 5. Gələcək plus nə olacaq? 0, plus hara kimi? 7-yə qədər. Bax, bunların hamısı gedəcək burada. 7 necə qalacaq? 0. 14-cü sualda oldu. Y variantı. 15-ci suala baxaq. 7 minus x 7 minus x bölünsün x plus 5 kiçikdir, bərabərdir 0-dan. Ən kiçik müsbət tam həllini tapın. Tapaq. Yenə hasıl kimi yazıram. X plus 5 kiçikdir, bərabərdir 0-dan. Bunu 0-a çevirən hal 7-dir. Bunu 0-a çevirən hal mənfi 5-dir. Əgər 9 üzərində qeyd edək. Bir şərtlə ki, x fərqlidir, mənfi 5 olsun. Çünki məxrəc mənfi 5 ola bilməz. 7-ni burada yazıram. Mənfi 5 də ola bilməz, burada yazdım. İndi baş əmsal mənfi, baş əmsal müsbət. Mənfini müsbətə verəlim. Mənfidir, müsbət, bir də nə var? Mənfi var. İndi burada mənfi sonsuzluqdan mənfi 5-ə mənfi 5 daxil ola bilməz. Birləşmə 7-dən nə var? Müsbət sonsuzluğa var. Bizə mənfilər istəyirdi. Ən kiçik müsbət tam həllini tapın. Ən kiçik müsbət tam həll isə elə 7-dir də burada. 7-dən sonra böyüyür. 15-ci sual oldu neçə? A variantı. 16-cı suala baxaq. Şərt yazaq. 3 bölünsün x plus 3. X plus 3 kiçikdir. 2 bölünsün x minus 4-dən. Bərabərsizliyini həll edin. İlək həll. 3 bölünsün x plus 3 çıxılsın. Bu ifadəni keçirdim sol tərəfə. 2 bölünsün x minus 4 kiçikdir 0. Ortaq məxrəci gətirək. Ortaq məxrəcimiz hər ikisidir. X plus 3, x minus 4. Bu ifadə bölündə x minus 4 qalır. 3'ə vuranda 3x minus 12'dir. Yəni birbaşa yazmayaq. Belə yazaq. 3 vurulsun x minus 4 qalır. Çıxılsın. Bu ifadəni ortaq məxrəci x minus 4'ə bölündə x plus 3 qalır. 2 vurulsun x plus 3. 0-dan nədir? 0-dan kiçikdir. Yuxarı mötəzəni vurub açaq. 3x minus 12 edər. Çıx 2x, çıx 6. Bölünsün x plus 3, x minus 4 nədir? Kiçikdir, 0'dır. İndi 3x-dən 2x çıxıram. X edir. Minus 18 edir. Bölünsün x plus 3, x minus 4 kiçikdir 0. İndi bunları hasıl kimi yazım. X minus 18. Onsuz da bərabərlik olmadığına görə məxrəci 0-dan fərqli götürmürəm. X plus 3, x minus 4. 0-dan kiçikdir. 0'a çevirən hal 18'dir. 0'a çevirən hal mənfi 3'dür. 0'a çevirən hal 4'dür. A9 üzərində qeyd edək. 18 buradadır. 4 buradadır. Mənfi 3 də buradadır. Hamısı tək dərəcəli kökdür. Baş əmsallarımız müsbətdir. Müsbət olur, mənfi olur, müsbət olur, mənfi olur. Bizə mənfilər lazımdır. Mənfi sonsuzluq mənfi 3, birləşmə 4, 18 aralığı. Mənfi sonsuzluq mənfi 3, 4, 16-cı sual olar neçə? B variantı. Yazaq 16-cı sualda bu. 16 bəli, B variantı. Keçək neçəyə? 17-ci sualımıza. 17-ci sualda deyək ki, x plus 15 yazalım, x plus 15 bölünsün
x kvadrat plus 9 böyükdür 1-dən. Bərabərsizliyinin ən böyük tam həllini nə edin deyir? Tapın. Ən böyük tam həllini tapmaq üçün nə edirəm? Bax, ümumiyyətlə bərabərsizlikdə tənansib kimi vurma yoxdur, amma bəzi hallarda biz vura bilərik. Nəyə görə vura bilərəm? Bunun məxrəcində 1-dir. X kvadrat plus 9 hər zaman müsbətdir. Və məxrəci sıfıra çevirən bir hal da yoxdur. Ona görə də x kvadrat plus 9'u 1'e vuranında ne edir? X kvadrat plus 9 eder. Kiçikdir. 1'i x plus 15'e vuranda ne eder? X plus 15 eder. Şimdi buradan ne edirəm? Hər tərəfin sol tərəfə keçirdə yazıram x kvadrat minus x plus 9 çıx 15 kiçikdir 0 olar. X kvadrat minus x minus 6 kiçikdir nə oldu? 0 oldu. Şimdi burada 6'nın içərisində nə var? 2 və mənfi 3 var da. Cəmi 1 eləsin, hasili mənfi 6 eləsin. Aha. Yazıram x plus 3, x minus 2 kiçikdir nədir? 0'dır. Şimdi 0'dan kiçikdirsə, onda bu bərabərsizliyin həlli nədir? Mənfi 3, 2 nədir? Aralığıdır. Ən böyük tam həlli, ən böyük tam həlli burada elə birin özüdür də. Çünki mənfi 2 ilə başqa nə düşə bilər? Heç nə. 1. 17-ci sual neçə oldu? Biz hansını yazırıq? 17. Ən böyük tam həlli. Nəsə səhv eləməkdir? Bir dəqiqə baxaq. Deməli, burada nə yazmışıq biz? 2 mənfi 3. Cəmi 1 yazsın. Burada mənfi 2 deyir. Burada müsbət 3'dür. Cəmi müsbət 1 eləsin, hasılı mənfi 6 eləsin. Burada səhv gedib. Bu da nə deməkdir? X plus 2, x minus 3 deməkdir. Burada yerini dəyişsək, 0'dan kiçiklər hansılardır? 0'dan kiçiklər mənfi 2, bir də nə gələr? 3'ə gələr. Ən böyük tam həldə 2 olar da burada. 17-ci sual oldu neçə? D variantı. Keçək neçəyə? 18-ci suala. Misal nömrə 18. X kvadrat vurulsun x minus 2 bölünsün 8x plus 4. Kiçik bərabərdə 0 deyil. Bərabərsizliyi həll edin. Əvvəla 8x plus 4 0'dan fərqlidirsə, x da fərqlidir nə də? Mənfi 4 bölsək, mənfi 2 də 1, mənfi 0,5'dən. Bunu nəzərə almalıyıq. Şimdi yine bunları hasıl kimi yazaq. Olur x kvadrat, x minus 2, yine var 8x plus 4 var. Kiçikdir, bərabərdir 0'dan. 0'a çevirən hal 0, 0'ı cüt dərəcəli kökdür. 0'a çevirən hal 2'dir. 0'a çevirən hal mənfi 0,5'dir. Hər 9 üzərində qeyd edək. Ən böyük 2 var, yazdım. Sonra 0 var, yazdım. Sonra mənfi 0,5 bura daxil deyil. Mənfi 0'ın tək dərəcəli kök, 0 cüt dərəcəli kök, tək dərəcəli kök. Baş əmsallar hamısı müsbətdir. Ona görə də müsbət, mənfi nə olar? Müsbət olar. Bizə nə lazımdır? Bizə mənfilər lazımdır. Mənfilər lazım olduğuna görə nə yaza bilərik? Birbaşa yazaram. Mənfi 0,5 0 olduğuna görə 0 0'a bərabərdir 2. 0 olmasaydı mənfi 0,5 0 0 2. Bax bu formada götürəcəkdik. Mənfi 0,5 2. Baxın 7 də var, 7 də var. Amma burada parça verib, burada yarım interval verib. Ona görə 18 olar Y variantı. Bu şeylərə diqqət etmək lazımdır. Keçdik nəyə? 19-cu suala. X vurulsun. X plus 1'in kubu bölünsün. X minus 2 vurulsun. X plus 3. Kiçikdir 0. Bərabərsizliyini həll edin. Məxrəci 0'dan fərqli götürmürəm. Ona görə ki, burada bərabərlik işarəsi yoxdur. İndi gəl yenə hasıl kimi yazaq. X vurulsun. X plus 1'in kubu vurulsun. X minus 2. X plus 3 kiçikdir 0'dan. Yəni bura nə edirəm? 0'a çevirən hallara baxıram. 0'a çevirən hal 0'dır. 0'a çevirən hal mənfi 1'dir. 0'a çevirən hal 2'dir. 0'a çevirən hal mənfi 3'dür. Əla 9 üzərində qeyd edək. Ən böyük 2 var. Yazıram 2'ni. Sonra
0 var. Yazıram 0'ı. Sonra mənfi 1 var. Sonra nə var? Mənfi 3 var. Baş əmsallar hamısı müsbət, 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 müsbətdir. Müsbətdən başlayır. Mənfi, müsbət, mənfi, müsbət. Bizə nə lazımdır? Mənfilər. Mənfi 3, mənfi 1. Birləşmə 0, 2. Mənfi aralıq hansıdır? Mənfi aralıq bax bu arada. Fikir verin. Mənfi 3-dən, mənfi 1-dən 0, 2 aralığında. Mənfi 3, mənfi 1. Birləşmə 0, 2, 19 olar A variantı. Yazıq bura A variantı. Keçək 20-ci sual. Bunun eynisidir. Yazmıram 21-ci suala. Deməli 21-də nə deyir bizə? X kvadrat vurulsun. X kvadrat minus 16 bölünsün x plus 3 kiçikdir 0. Bərabərsinin ən böyük tam əllini soruşur bizə. Gəlin bunları neyniyək? Hasıl kimi yazaq. Yazıram x kvadrat vurulsun. X kvadrat 16-nı belə yazmaq olar da x çıx 4 plus x plus 4 kimi. Bir də nə var? X plus 3 var. Onsa bura mənfi 3 daxil deyil. Bərabərlik yoxdur. Kənarda qeyd eləmirəm. İndi sıfıra çevirən hallara baxaq. 0, 0. Bu cüt dərəcəli kökdür. Bu heç. X çıx 4'ü sıfıra çevirən hal 4'dür. X plus 4'ü sıfıra çevirən hal mənfi 4'dür. X plus 3'ü sıfıra çevirən hal mənfi 3'dür. İndi bunları yenə 59 üzərində neynəyək? Qeyd edək. Nə var ən böyük? Ən böyük 4 var. Sonra 0 gəlir. Sonra mənfi 3 gəlir. Sonra mənfi 4 gəlir. 4 tək dərəcəli kök. Mənfi 3 tək dərəcəli kök. 0 cüt dərəcəli kök. 4 də tək dərəcəli kök. Baş əmsallarda hamısı müsbətdir. Ona görə nə edəcəm? Müsbətdən başlayacağım mənfiyə. Cüt dərəcəli kökdə işarət dəyişmədi. Mənfi. Keçdim müsbətə yenə mənfiyə. İndi bizə nə lazımdır? Bizə 0-dan kiçik lazımdır. Mənfi sonsuzluqdan mənfi 4-ə qədər birləşmə. Burada 0 ola bilməz. Ona görə belə yazıram. Mənfi 3, 0, birləşmə 0, 4. Bax bu formada yazım. Ən böyük tam həllin bizdən soruşur. Bərabərsizliyin. Ən böyük tam həlli də burada ola bilməz. 0, 4 intervalındadır. Ən böyük tam həlli olur 3. 21 oldu neçə? C variantı. Keçək neçəyə? 22-ci suala. 2x minus 3. Yazıram 2x minus 3 deyir. Üstə gəlsin. 1 bölünsün 2x minus 1 kiçikdir 0. Bərabərsizliyini deyir həll edin. Həll eləmək üçün ortaq məxrəc edirəm. Məxrəcində 1-dir. Yazıram. 2x minus 1. 1'ə böləndə özüdür. Qalır 2x minus 3. 2x minus 1. Üstə gəlinsin. Özünə böləndə 1 edir. 1'ə böləndə 1'dir. Kiçikdir nə var? 0 var. İndi burada neynəyək? Mötüzən vurub açaq, sadələşdirək. 2x'i 2x'a vuram. Nə edir? 4x'in kvadratı. Sonra 2x'i mənfi 1'ə vuram. Mənfi 2x minus 6x plus 3. Plus bir də nə var? 1 var. Bir də 2x minus 1. 0'dan kiçikdir. İndi 4x kvadratı var. Yazıram 4x kvadrat. Mənfi 2x çıx 6x. Mənfi 8x plus 4. Burada nə var? 2x minus 1. Kiçikdir 0'dan. İndi hər tərəfin bunun 4'ə bölsəm, yuxarıda x kvadrat çıx 2x üstə 1 olur. Bu ifadəni hər tərəfini nəyə böldüm? 4'ə böldüm. 2x minus 1 də olduğu kimi qalsın, kiçikdir 0. Bəs bu nəyin açılışıdır? X minus 1'in kvadratının açılışıdır. Məxrəcə olur 2x minus 1 kiçikdir 0'dan. Hasıl kimi yazaq. X minus 1'in kvadratı vurulsun 2x minus 1. Nədir? Kiçikdir 0'dan. İndi sıfıra çevirən hallara baxaq. 1, 1 kvadrat deyil. Cüt dərəcəli kök deyil. Burada da 0,5 sıfıra çevirən haldır. 59 əlində qeyd edək. 1 var. Amma ola bilməz. 0,5 də ola bilməz. Bərabərlik yoxdur. İndi belə yazmayaq bunu. Burada nədir? 0,5 tək dərəcəli kökdür. 1 də cüt dərəcəli kökdür.
Baş əmsallar müsbətdir. Deməli müsbətdən başlayıram. Burada müsbət olur. Bərabərliyin sağı və solu işarə dəyişmir. Cüt dərəcəli köklərdə də belə deyək. Müsbətdən hara keçir? Mənfiyə doğru keçir. Bizə sıfırdan kiçiklər lazım idi. Mənfi sonsuzluqdan 0,5-ə qədər. Neçənci sual idi bu? 22-ni yazırdı da. Mənfi sonsuzluq 0,5'e kadar 22 oldu Y variantı. Sonra 23 de bunun eynisidir. Yazmıram, bunu evde yazarsınız. Keçək nəyə? 24-cü suala. Olur x kvadrat bölünsün. X plus 2 kiçikdir bərabərdir 1. Bərabərsinin ən böyük tam həllini tapır. Yenə də 1'e nə edirəm? Sol tərəfə keçirəcəm. Mütləqdir. X kvadrat bölünsün. X plus 2 minus 1 kiçikdir bərabərdir 0'dan. Ortaq məxrəcimiz yenə x plus 2'dir. Ortaq məxrəcə yer gətirdik. Bunu ifadanı buna böləndə qalır 1 x kvadratdan x kvadrat çıx. X plus 2'ni 1'e böləndə x plus 2 edir. Mənfi 1'e vuranda mənfi x minus 2 edir. Kiçikdir bərabərdir 0'dan. İndi yenə də bunları hasıl kimi yazaq. X kvadrat minus x çıx 2. X plus 2 kiçikdir bərabərdir 0'dan. Köklər cəmi 1 eləsin. Bunu vurğulara ayıraq. Hasılı mənfi 2 eləsin. Onda 2 və mənfi 1 bunun kökləridir. Köklərin cəmi 1 olmalıdır. Hasılı mənfi 2. Onda belə yazıram da x minus 2 x plus 1 x plus 2 kiçikdir bərabərdir 0'dan. İndi burada yenə sıfıra çevirən hallara baxaq. X minus 2 sıfıra çevirən hal 2'dir. Mənfi 1'dir. Mənfi 2'dir. Neçənci sual bu? 24-cü sual. Ə9 üzərində yenə qeyd edirəm bunları. Bax, burada x plus 2'də ümumiyyətlə. X bax 2 ola bilər. Bu məlumdur. Sonra mənfi 1 ola bilər. Amma mənfi 2 ola bilməz. Mənfi 1 ola bilər, amma mənfi 2 ola bilməz. Niyə? Bərabərliyi var. X plus 2'də fikir verin, məxrəc mənfi 2 olsa, məxrəc 0 edir. O da olmaz. O da mənfi 2'ni burada içərisi boş saxladıq. Hamısı tək dərəcəli köklərdir, yazdıq. Baş əmsallar yenə müsbətlərdir. Müsbətdən başlayayım. Mənfi, müsbət, mənfi. Mənfi sonsuzluqdan hara kimi gedir? Mənfi 2'ye qədər gedir. Mənfi 2 olmaz amma. Bizə mənfilər lazımdır. Birləşmə. Mənfi 1, 2. Bax bu formada gələr. Bərabərsinin ən böyük tam həlli. Ən böyük tam həlli burada neçədir? 2'dir. 24-cü sualda oldu. D variantı. Müsbət 2. Sonra keçdik nəyə? 25 də bunun eynisidir. Artıq yazmıram. Keçək nəyə? 26-cı suala. Yazıram 26. Mənfi 2, 2, 0 ədədlərdən hansı? X minus 2 bölünsün. X vurulsun. X plus 2 böyükdür, bərabərdir 0. Bərabərsinin həllidir. Əvvəla x burada nə ola bilməz? 0 ola bilməz. X mənfi 2 ola bilməz. Fərqlidir mənfi 2. 0 mənfi 2. Burada ola bilməz. Yalnız 2 ödəyir. Həqiqətən də 2'ni yerinə qoysam bu şərt ödənəcək. 2'dən 2 çıxıram 0 edir. Burada da 2 var. Burada var 4. Hasılı 8. 0 8'e böləndə indi 0 0'a bərabərdir. Burada yalnız nə ödəyir? Yalnız neçə ödər? Yalnız 2 ödəyər. Və yaxud da bu biraz bəzi suallar var ki, vaxt apara bilər. Ona görə bunu həll edək. Yazaq. X vurulsun x plus 2 hasıl kimi x minus 2. Böyükdür, bərabərdir nədir? 0'dan. Və bunları sıfıra çevirin. 0 var burada. Mənfi 2 var. Nə var? Müsbət 2 var. Sıfıra çeviren hallara baxdım. Ədəd 9 üzərində qeyd edək. 2 var. Burada 2 ola bilər. Nə ola bilməz? Mənfi 2 0 ola bilməz. Deməli 0 ola bilməz. Bir də nə ola bilməz? Mənfi 2 ola bilməz. Hamısı tək dərəcəli köklərdir. Bizə 0'dan böyüklər lazımdır. Baş əmsallar müsbətdir. Müsbət, mənfi, müsbət, mənfi. Bizə nə lazımdır? Müsbətdir. Mənfi 2, 0.
birləşmə 2 müsbət sonsuzluq, amma 2 nə ola bilər burada? Bax, 2-nin özü ola bilər. Çünki burada bərabərlik işarəsi var. 2-dən 2 çıxanda 0, 0, 0-a bərabərdir. İndi bizə nə deyir? Mənfi 2 ola bilməzdi. Bax, buradadır. 0 da ola bilməzdi. Bir dənə nə qaldı yerdə bizə? 2 vardı. Bax, burada 2 ödəniləcəkdir. 26 da cavab nədir? Y variantı. 27-ci suala baxaq. 3 minus pi bölünsün x kvadrat plus 3x minus 10 böyüktür 0. Bərabərsizliyini həll edin. Eləyək. Yenə bunları nə kimi yazacaq? 3 minus pi x kvadrat üstə 3x minus 10 böyüktür 0-dan. 3 minus pi'nin özü hansı ədəddir? Mənfi ədəddir. O görə işarəni dəyişək. X kvadrat plus 3x minus 10 kiçikdir 0. Bəzən deyək ki, bura mənfidir. Müsbət olması üçün onda bu da mənfi olmalıdır. Yəni 0-dan kiçik olmalıdır. Bax, həmin yeni nəticəyə gəldik. Sadəcə hasil kimi yazmışam. Köklər cəmi nə eləsin? Köklər cəmi eləsin mənfi 3. O zaman mənfi 5 və 2 ədədlərini götürmək olar da. Köklərin cəmi mənfi 3'dür. Hasılı mənfi 10. Şimdi bunu belə yazırıq. X plus 5, x minus 2 0-dan kiçikdir. Bu şərti ödəyən hansı aralıqdır? Mənfi 5, 2 aralığıdır. Mənfi 5, 2 da 27 oldu neçə? Y variantı. 59 üzərində qeyd eləsi bunu rahatlıqla görürük də. 27'ni yazdıq, keçdik 28-ci sualımıza. 28'de nə deyir bizə? Bərabərsizliyi həll edin. 1 bölünsün. X plus 1 böyükdür. X bölünsün x plus 1. İndi hər tərəfin neyini? Bu bərabərsizlik sağ tərəfə. X bölünsün x plus 1 çıxılsın 1 bölünsün x plus 1 nə olar? Kiçikdir 0 olar. Aha. İndi neyniyərəm? Məxrəclər bərabərsiz surətlər çıxılır da. X plus 1 qalır x minus 1 kiçikdir nədir? 0-dan. İndi yenə də bunu neyniyəm? X plus 1 x minus 1 hasıl kimi yazar. Kiçikdir nə olar? 0 olar. 0'a çevirən al mənfi 1, 0'a çevirən al müsbət 1. 1 də bunlar. 59'unda qeyd edeyim. Bax, 1 burada da ola bilməz. Onun üstə mənfi 1 də ola bilməz. Baş əmsalları müsbətdir. Burada müsbətdir. Hər ikisini yazıq müsbət. Müsbət, mənfi, müsbət. Deməli, hansı aralıqdır? Mənfi 1, 1 aralığıdır. 28'də neçə oldu? 28 oldu. B variantı. Keçək növbəti suala. Neçənci sual gəlir? 29 da bunun eynisidir. Keçək neçə? 30-cu suala. Misal nömrə 30. A parametrin hansı qiymətlərində yazaq? 2A plus 5 bərabərdir. 5AX üstələnsin 4 bölünsün 4. Tənliyinin kökü mənfidir. A parametrin hansı qiymətlərində tənliyin kökü mənfidir? Gəlin bu tənliyin kökünü tapaq. Tənasıb kömürə məxrəc 1'dir. Bu ifadəni 1'ə vuramda özüdür. 5AX üstələnsin 4 bərabərdir. 4 vurasın 2A plus 5'ə. Olur 5AX plus 4 bərabərdir. 4 2 8A plus 20 edər. İndi x'lar bir tərəfə 5AX bərabərdir. 8A plus 20 çıxılsın nə var? Bu 4'ü attım sağ tərəfə. 5AX bərabərdir. 8A plus 16'dır. İndi x burada nəyə bərabərdir? 8A plus 16 bölünsün 5A'ya. Tənliyin kökü budur. Və deyir mənfi olsun. Mənfi olsun. Onu da belə yazarıq da. 8A plus 16 bölünsün 5A kiçikdir 0. Mənfi olmağı bu deməkdir. Yazaq. Hasıl kimi 8A plus 16 kiçikdir nə olar? 0 olar. 0'a çevirən hal 5A'nı 0'a çevirən hal 0'dır. 8A plus 16'nı 0'a çevirən hal nədir? Mənfi 2'dir. E9 üzərində qeyd edək və heç birində bərabərlik yoxdur. Mənfi 2. Baş əmsallar müsbətdir. Müsbətdən başlayır mənfi müsbət. Bizə mənfilər lazımdır. Mənfi 2 0 aralığı.
Mənfi 2, 0. 30-cu sual oldu nə? C variantı. 31-ci sualda bunun eynisidir. Özünüz yazarsınız. Deyir 3-dən kiçikdir. Yazaq 31'i. Misal nömrə 31. A parametrin hansı qiymətlərində yazaq? 2A minus 1 vurulsun x üzərinə gəlinsin 5 bərabərdə 0. Tənlinin kökü 3-dən kiçikdir. Bu tənlinin kökünü tapmaq üçün yazıram 2A minus 1 vurulsun x bərabərdə 5 atdıq sağ tərəfi oldu mənfi 5. X-i tapaq mənfi 5 bölünsün 2A minus 1 bunun nə olar? Kökü olar. İndi bu nədir? 3-dən yer kiçik olsun. Mənfi 5 bölünsün 2A minus 1 kiçikdir nədir? 3-dən. Tənlinin kökü deyir 3-dən kiçikdir. Tənlinin kökü bu ifadə idi. Bu da 3-dən kiçikdir də. Aha. İndi 3'ü ataq hara? Və yaxud da belə deyək də 3'ü ataq sağ tərəfə. 3'ü yox, bu ifadəni ataq sağ tərəfə. Olur 3 üzərinə gəlinsin 5 bölünsün 2A minus 1 sıfırdan nədir? Böyükdür. Ortaq məxrəc 1'dir. Yenə yazıram 2A minus 1. 1'ə bölündə 2A minus 1 3'ə vururam. Edir 6A minus 3. Hardan gəldi? Bunu 3'ə vurdum da. Plus nə var? Bir də 5 var. Sıfırdan böyüdür. Olur 6A. Mənfi 3 üstə 5. Müsbət 2'dir. Bir də 2A minus 1 nədir? Sıfırdan böyükdür. Yenə hasıl kimi yazaq. 6A plus 2. 2A minus 1 sıfırdan nədir? Böyükdür. Sıfıra çevirən hal mənfi 1 bölüşdür. Sıfıra çevirən hal 1 böl 2'dir. Bu şərti ödən nə ola bilər? Yazaq da, ədəd oxunduğu qeyd edək. 2'də 1'imiz var. Nə var? Mənfi 1 böl 3 var. Tək dərəcəli köklərdir. Baş əmsallar onsuzdan müsbətdir. Müsbət, mənfi, müsbət. Hansılardır? Mənfi sonsuzluqdan mənfi 1 böl 3'ə qədər birləşmə müsbətlər lazımdır. 2'də 1'dən hara kimi? Müsbət sonsuzluğa qədər. 31 oldu neçə? D variantı. Keçək 32-ci suala. Deyir ki 23 üstə gəlinsin 22x minus x kvadrat bölünsün x minus 2'nin nəyi var? Kvadratı var. Kiçikdir 0'dan. Bizə nə deyir? Bərabərsizliyi həll edin. Əvvəla bunu belə yazaq. 23 üstə gəlinsin 22x minus x kvadrat vurulsun x minus 2'nin kvadratı kiçikdir 0'dan. Yenə də məxrəc 2 ola bilməz. Onsuz da burada bərabərlik yoxdur. Yazmasaq da olar. Çünki heç bir interval olacaq. Parçaya daxil olmayacaq. İndi burada da hər tərəfini bunun mənfiyə vursaq, işarəni dəyişsə, olur x kvadrat minus 22 x çıx 23. Bu ifadəni hər tərəfini mənfiyə vurdum. Mənfiyə vurdum ki, bunun nə edəcəm? X minus 2'nin kvadratı işarənin əksinə dəyişəcəm. Böyütür 0 olur. Köklər cəmi 22 olsun, hasılı mənfi 23. Deməli 23 ilə 23 və mənfi 1 ədədlərdir. Köklərin cəmi 22'dir, hasılı mənfi 23. Yəni, bunu da belə yazmaq olar. X minus 23 x plus 1 bir də x minus 2'nin nəyi var? Kvadratı var, böyükdür 0 olsun. İndi sıfıra çevirən hallarımız. Baxaq. 23 buradadır. Mənfi 1 buradadır. 2 amma burada nə deyil? Cüt dərəcəli kökdür. Ədəd oxucağında qeyd edək. 23 buradadır. 2 var. Buradadır. Amma nə deyir? Cüt dərəcəli kök, tək dərəcəli kök. Mənfi 1 də tək dərəcəli kök. Baxıram. Baş əmsal müsbətdir, müsbətdir, müsbətdir. Müsbət, mənfi, mənfi, müsbət. Bizə nə lazımdır? Bizə lazımdır ki, müsbətlər olsun. Mənfi sonsuzluqdan mənfi 1'ə olsa müsbət olar ifadə. Birləşmə 23'dən hara kimi? Yenə də müsbət sonsuzluğa qədər. Mənfi sonsuzluq mənfi 1. Birləşmə 23 müsbət sonsuzluq 32'də oldu neçə? 32 oldu D variantı. 33'ə baxaq.
Deyir x kvadrat minus 9 bölünsün. X kvadrat plus 9x plus 84. Bunun nəyi var? Kubu var. Kiçikdir, bərabərdir sıfırdan. Bərabərsizliyini həll edin. 33. Həll edək. Necə həll edəcəm? Baxın, x kvadrat plus 9x plus 84. A-sı nədir? 1'dir. Yəni ki, A sıfırdan böyükdür. Diskriminantı nədir? 81 çıx 4 vuraq 84. Deməli, diskriminant da sıfırdan kiçikdir. Deməli, bu ifadə hər zaman müsbətdir. Bunun hər zaman müsbət olması üçün bu ifadə hər zaman nə olmalıdır? Mənfi olmalıdır. Çünki nəticə nə olsun? Mənfi olsun, nə də sıfır da ola bilər. O zaman x kvadrat çıx 9 sıfırdan kiçik bərabər götürsəm, bunun da həllər çoxluğu əvvəlki dərsdə demişdik, mənfi 3, bir də 3 parçasıdır. Yəni ki, kök altında demişdik də ona. 33 də o neçə olar? 33 oldu A variantı. Keçək növbəti suala. 34-cü suala. 2x kvadrat plus 15. Yazıram 2x kvadrat plus 15. Bölünsün. X kvadrat minus 9 kiçikdir 1. Bərabərsizliyinin tam həllərinin sayı bizdən soruşulur. Tapaq. Biri atıram sol tərəfə. Olur 2x kvadrat plus 15 bölünsün x kvadrat minus 9 minus 1 kiçikdir 0'dır. Birin məxrəcində 1 olur yazılmış. İndi hər ikisinin ortaq məxrəcinə deyil, x kvadrat minus 9'dur. Nə edirəm? X kvadrat 9'u özünə bölündə qalır 2x kvadrat plus 15'dir. Minus x kvadrat 9'u 1'ə bölündə x kvadrat 9 mənfi 1'ə vuranda çıx x kvadrat plus 9 edər. Mənfi 1'ə vurdu, mənfi x kvadrat mənfi plus 9 edir də, bəli. Kiçikdir, bir də nə var? 0 var. İndi bunu yazaq. Olur neçə? 2x kvadratdan x kvadrat çıxıram. Qalır x kvadrat 15 üstə 9 neçədir? 24. Nə edirəm burada? X kvadrat çıx 9. Kiçikdir 0'dan. İndi x kvadrat plus 24 hər zaman müsbətdir. Onda bu ifadə nə olmalıdır? Mənfi olmalıdır ki, müsbətin mənfiyə bölündə mənfi ədədlər qalsın. Bərabərsizlik ödənsin. Onda x kvadrat çıx 9 sıfırdan kiçikdirsə, x də daxildir. Mənfi 3, bir də 3 intervalı olar. Bərabərsizliyin tam həllərinin sayını tapın. Mənfi 2 ola bilər, mənfi 1 ola bilər, 0 ola bilər, 1 ola bilər, bir də 2 ola bilər. 1, 2, 3, 4, 5 dənə. 34 oldu neçə? D variantı 5 dənə. 35 də bunun eynisidir yazmıram. Keçək neçəyə? 36-cı suala. X plus 3'ün kvadratı var. Vurulsun. X kvadrat plus x plus 2. X vurulsun. X minus 5. Kiçikdir, bərabəri 0. Bərabərsinin ən kiçik həllini tapın. Ən kiçik həll bizdən soruşulur. Əvvəla. Nəyə baxaq? Bu bərabərsizliyə baxaq. A-sı 0'dan böyükdür. Diskriminant da 0'dan kiçikdir. 1 minus 8. Mənfi alınır da. Deməli, bu ifadə hər zaman müsbətdir. Bu bizə lazım deyil. Nə də kökləri olmadığına görə bunu ata bilərik. Müsbətsə ata bilərik. Axırda heç bir kökün burada nəzərə alınmır. Çünki kökü yoxdur. Həqiqət ədədlərdə. İndi bunu nə edirəm? Hasıl kimi yazıram. Yazıram x vurulsun x minus 5. Vurulsun x plus 3'ün kvadratı kiçikdir. Bərabərdir nədir? 0'dır. İndi baxaq. Əvvəla burada qeyd edək. X 0 ola bilməz. Bir də x 5 ola bilməz. Çünki bunlar olsa məxrəc 0'a çevrilir. Yəni ki, bunlar daxil deyil bura. 0'a çevirən hala baxıram. X 0'dır. X çıx 5'i 0'a çevirən hal 5'dir. X plus 3'ü 0'a çevirən hal mənfi 3'dür. Amma nə deyir? Cüt dərəcəli kökdür. İndi nə edirəm? 9 ayında qeyd edək. 5 ən sağdadır, amma ola bilməz. İçərisi boşdur. Sonra 0 gəlir. 0 da ola bilməz. Çünki məxrəcdədir. Bərabərlik işarəsi var, amma məxrəcə olduğuna görə o sayılmır. Daha sonra necə var? Mənfi 3 var. Mənfi 3 ola bilər də. Bunun içərisini dolu yazıram. Mənfi 3 cüt dərəcəli kökdə 2 kök var. 0 və 5. Bunlar nədir? Tək dərəcəli köklərdir.
Baş əmsallar yenə müsbətdir hamısında. Ona görə müsbət, mənfi, müsbət qalır. İndi bizdə nə istəyir? Mənfilər istəyirdi. Mənfilər istədiyinə görə bax 0 ola bilməz. 5 də ola bilməz. Amma birləşmə -3 var. Çünki -3 də -3 üstə 0 edir. 0 0-a bərabərdir. Bərabərlik şərti ödənir. Bərabərsizliyin ən kiçik həlli ilə burada neçədir? -3-dür. Deməli 36-cı sual oldu neçə? B variantı. Necədir burada 36 B variantı. 37 bunun eynisidir. Yazmıram. Əgər istəyirsə 37-ni yazaq. Burada da ev yoxdur. Yazıram x kvadrat plus x plus 2 bölünsün. X plus 3'ün kvadratı vurulsun. X minus 5. Kiçikdir, bərabərdir 0. Bərabərsizliyin tam həllərinin cəmini tapın. A'sı müsbət, diskriminantı mənfi yenə. Və hər zaman müsbətdir. Amma bu ifadə nə olmalıdır? Mənfi olmalıdır. Bərabərlik var. Amma hamısı məxrəcdə olduğuna görə heç birisini götürməyəcəm. Yazıram x plus 3'ün kvadratı. Vurulsun x minus 5. Kiçikdir nədir? 0-dır. Nə kiçikdir 0 qəbul edirəm? Ona görə ki, bu uc nöqtələr bura daxil deyil. Çünki məxrəcədə 0-a bölmə yoxdur. Yenə baxıram bunları nəyə? 0 çevirin hallara. X plus 3 kvadrat olduğuna görə cüt dərəcəli kökdür. -3-dən 2 dənə qəbul edin. X-i 0-a çevirən hal 0-dır. X minus 5-i 0-a çevirən hal 5-dir. E9 üzərində qeyd edək. Deməli 5 ən sağdadır. Götürmürük onu. Sonra 0 var. Sonra nə var? -3 var. 5 ilə 0 tək dərəcəli kökdür, amma -3 cüt dərəcəli kökdür. Baş əmsallarımız nədir? Müsbət, mənfi, müsbət, bir də nə var? Müsbət var. İndi mən burada nə edəcəm? Bizə nə lazımdır? Mənfilər. 0 ilə 5 arasındadır mənfilər. -3-ü də burada götürə bilmərəm, məxrəcdədir. 0-ı götürə bilmərəm, 5-i götürə bilmərəm, hamısı məxrəcdədir. Tam əllərinin cəmi tap. 0-dan sonra 1 var, 2 var, 3 var, bir də nə var? 4 var. 3 üstə 3, 6 üstə 4, 10. 37 neçə oldu? C variantı. Cavab burada neçədir? C variantı. Keçək növbəti suala. Neçənci gəlir? 38. Yazaq 38-də. Deməli deyir ki, x minus 4'ün kvadratı vurulsun x minus 3 bölünsün x minus 2'nin nəyi var? Kvadratı var. Kiçikdir, bərabərdir 0. Natural həllərin cəmini soruşur. Əvvəla burada nə var? X 2-dən fərqlidir. Məxrəc nə ola bilməz? X çıx 2 0 olsa 2 ola bilməz də məxrəc. Məxrəc x 2 olsa məxrəc 0 olur, mənası olmaz. İndi yenə hasil kimi yazım. X minus 4'ün kvadratı vurulsun x minus 2'nin kvadratı vurulsun x minus 3 kiçikdir, bərabərdir 0-da. 0-a çevirən hallara baxıram. 4 4 cüt dərəcədir. Burada da 2 2 cüt dərəcədir. Burada nədir? 0-a çevirən hal 3-dür. E9 üzərində qeyd edək. 2 3 4 var da ümumiyyətlə. Bax bura 2 daxil deyil. Burada yazmışıq. Sonra 3 daxildir. Bir də nə var? 4 də bura daxildir. İndi 2 nədir? Cüt dərəcəli kökdür. 3 tək dərəcəli kökdür. 4 də cüt dərəcəli kökdür. Baş əmsallar hamısı müsbət olduğuna görə müsbət. Cüt dərəcəli sağ və solunda işarə dəyişmədi. Keçdim mənfiyə, yenə mənfi. Bizdən nə istəyir? Bizdən kiçikləri istəyir, mənfiləri istəyir. Mənfiləri istədiyinə görə bura 2 daxil olmadığına görə yazıram mənfi sonsuzluq 2-yə qədər. Birləşmə 2 olmaz. 3 olacaq ancaq. Hani 3? 3 sürətdə də olacaq. Bir də nə var? Bir də birləşmə tək 4 də var da. Çünki bərabərlik şərti var axı 0-da. Birləşmə bir də 4-də yaddan çıxarmayaq. İndi bizə nə istəyir? Natural həllərin cəmi. Bizə natural lazımsa bunlar lazım deyil. 2-nin 3-də bir də natural 3-dür. Plus bir də nəyimiz var? 4 var. Doğru cavab neçə edər? 7 edər. 38-ci sualda oldu. Cavab neçə? B variantıdır burada cavab. Deməli neçə oldu?
Burada 3, 4 nəsə yaddan çıxmadı. Burada 1 də var da. 1 nə unutmuşuq? Fikir verin bura. Mənfi sonsuzluq mənfi 2-də. 2 ola bilməz, amma 1 var da. 1 olub, sonra 2 olub. Sonra nə var? Burada 3 var. Sonra nə var? Burada 4 var. 1 üstə 3, 4 üstə 4 neçə edər? 8 edər. Çünki bəzən bu kiçik şeylər nəzərdən qaçır. Doğru cavab 38-də neçə oldu? C variantı. Yazaq da bura 38 oldu C variantı. Keçək 39-cu suala. Mənfi sonsuzluq müsbət sonsuzluq arasında təyin olunmuş y bərabərdir fx funksiyasıdır. Bunu bizə verməlidir. Və y bərabərdir bir dənə var. Gx funksiyası var. Bunlar bütün yerdə təyin olunub. Funksiyanın qrafiklərinə əsasən fx vurulsun gx, yazıram fx vurulsun gx sıfırdan böyükdür. Bərabərsizliyini həll edin. Aha. Əvvəla gəlin fx-i bir də gx funksiyalarının özün yazaq. Yazıram fx bərabərdir a vurulsun. Köklər nədir? 1 ilə 4-dür də. Onda olur x minus 1, x minus 4. Əgər parabolanın qolları üzü yuxarısa, deməli a nədir? Sıfırdan böyükdür. Bu müsbətdirsə, onda mən belə bu a-nı tullayıram gedir. İndi gələk gx funksiyasının özünə. Gx bərabərdir a vurulsun. Köklər nədir? Mənfi 2-dir, bir də 3-dür. Yəni ki, bunu belə yaza bilərəm. X plus 2, x minus 4. 3'ü burada. 4'üne götürdük. X minus 3. X plus 2, x minus 3. İndi a'ya baxaq. Parabolun qolları üz aşağıdırsa, a burada nədir? Sıfırdan kiçikdir. Sıfırdan kiçik olduğuna görə burada nə olacaq? Mənfi olacaq. Yəni ki, bu a-nı da silərəm, yerinə yazıram burada. Mənfi 1 yazıram. İndi deyir, fx vurulsun gx. Yazaq. Mənfi 1 vurulsun x plus 2. X minus 3. X minus 1. Fx'i vururam. Bir də x minus 4. Nə olsun deyir? Sıfırdan böyük olsun. Yazıq sıfırdan böyük. Bu mənfi 1'i silərəm və işarəni burada nə edirəm? İşarəni əksinə dəyişərəm. İndi sıfıra çevirən hallara baxaq. Mənfi 2 var. 3 var. 1 var. Bir də nə var? 4 var. Hamısını əldə 9 üzərində qeyd edək. Var 4 burada. Daxil deyil onsuz da. Var 3. Var 1. Var neçə? Mənfi 2. Hamısı tək dərəcəli köklərdir və bəş hamısaların hamısı nədir? Burada müsbətdir. Müsbət onda müsbət, mənfi, müsbət, mənfi, müsbət. Bizə nə istəyir? Sıfırdan kiçiklər. Sıfırdan kiçik hansı aralıqdadır? Mənfi 2, 1 aralığı. Mənfi 2, 1. Bir də nə var? 3, 4 aralığı. 3, 4. Mənfi 2, 1. 3, 4 aralığı olar 39A variantı. Yazaq burada A variantı. Keçək neçəyə? 40-cı suala. 40-cı da sualda bunun eynisidir. Yazaq. Yenə y bərabərdir fx verib. Y bərabərdir nə verib? Gx funksiyaları verib. Tabi birbaşa bərabərdir yazıram. Baxaq. Fx funksiyamız bax budur. Köklər nədir? Mənfi 2 ilə 3'dür. Yazıram a vurulsun. X plus 2. X minus 3. İndi parabolun qolları üzü yuxarıdır. Deməli a burada nədir? Sıfırdan böyükdür. Bu müsbətdir. Ona görə də a-nı silərəm gedir. Müsbətdir. İndi gx-a baxıram. Köklər nədir? Mənfi 3, 5'dir. Yazaram a vurulsun. X plus 3. X minus 5. İndi işarəsinə baxaq. Qollar üzü aşağıdır. A sıfırdan kiçikdir. A burada mənfidir deməli. Bu sil yerinə yaz mənfi 1. İndi bizə deyir ki fx bölünsün gx sıfırdan kiçikdir, bərabərdir. Bərabərsizliyini həll edin. Hə, kiçikdir, bərabərdir var. İndi fx funksiyasının özünü yazıram. Nə tapmışam? X plus 2. X minus 3. Gx yazıram. Mənfi 1. X plus 3. Bir də x minus 5. Kiçikdir, bərabərdir sıfırdan. Bax, bu mənfini buradan silim və bunun işarəsini neyiniyim? Əksinə dəyişim. İndi hasıl kimi yazaq. Yazıram x plus 2. X minus 3. X plus 3. Bir də nə var? X minus 5 var. Böyükdür, bərabərdir 0. Sıfıra çevirən hallara baxaq. Mənfi 2 sıfıra çevirən hal, 3 sıfıra çevirən hal, mənfi 3, bir də 5 sıfıra çevirən hal. Burada da mənfi 3 ilə
x fərqli olmalıdır mənfi 3-dən. Bax, bu ola bilməz. X fərqlidir müsbət 5-dən. Bax, bunlar ola bilməz. Nəzərə alacaq. Yazıram. Mənfi 3 ən böyük hansıdır? 5-dir. 5 ola bilməz. İçərisi boşdur. Daha sonra 5-dən sonra 3 var. 3 ola bilər. İçərisini yazıram dolu. Bax, buranı dolu götürdük də. Sonra mənfi 2 var. Mənfi 2 var. Mənfi 2 ola bilər. Amma mənfi 3 ola bilməz. İçərisi boş. Hamısı tək dərəcəli köklərdir. Yazdığım bura tək dərəcəli köklər. Baş əmsalların hamısı nədir? Müsbətdir. Ona görə müsbətdən başlayır. Mənfi, müsbət, mənfi, müsbət. Bizə müsbətlər lazımdır. Mənfi sonsuzluqda mənfi 3-ə qədər. Mənfi 3 ola bilməz. Birləşmə. Müsbətlər lazımdır. Mənfi 2 ola bilər. Mənfi 2 3 ola bilər. Bizə 3 burada da ola bilər də. Belə, bu formada. Birləşmə 5 daxil ola bilməz. 5-dən hara kimi? 5-dən müsbət sonsuzluğa kimi. Mənfi sonsuzluq mənfi 3. Mənfi 2, 3, 5 müsbət sonsuzluq. Neçə oldu? 40-cı sual. D variantı. 41. Yenə fx və gx kvadrat funksiyalarının qrafiklərinə əsasən yazıram fx bərabərdir. Gx bərabərdir. Bizə nəyə soruşur? Fx bölünsün gx böyükdür, bərabərdir 0. Bərabərsinin tam əllərinin cəmini tapın. Qrafikdə burada verib. Fx funksiyası hanı? Fx funksiyası bax, bu funksiyadır. Fikir verin bura. A sıfırdan böyükdür. Yəni ki, yazıram A vuralsan. X çıx 2. Vuralsın x minus 4. A sıfırdan böyükdür. Niyə? Qollar üzü yuxarı. Onda bu A-nı silirəm gedir. Bir A bizə lazım deyir. İndi Gx-ə baxıram. A vuralsan. Gx-in kökləri mənfi 5 yenə 2-dir. X plus 5, x minus 2. Amma A nədir burada? Qollar üzü aşağıdır. Deməli A sıfırdan kiçikdir. Deməli mən bu A-nı silərəm. Yerinə mənfi 1-i yazaram. İndi yazaram fx. Fx nədir? X minus 2, x minus 4. X minus 2, x minus 4. Bölünsün. Mənfi 1 vurulsun. X plus 5, x minus 2. X minus 2 burada nədir? Cüt dərəcəli köklərdir. Böyüdür, bərabərdə 0 verib. Şərtdə də vermişdə böyüdür, bərabərdə 0. Bəli. İndi bizə nə istəyir? Tam həllər cəmi istəyir də. Tam həllərinin cəmi, bəli. Yazaq. Bu mənfi 1-i buradan silim. İşarə neyiniyim? Bax, əksinə dəyişim. X minus 2-ni x minus 2-yə vuranda. Hasıl kimi yazanda x minus 2-nin kvadratı vuralsın. X plus 5. Bir də nə var? X minus 4 var. Kiçikdir, bərabərdir 0-a. Burada nə ola bilməz? İndi onu axırda nəzərə alarıq. Baxaq, 2 cüt dərəcəli kökdür. Mənfi 5 tək dərəcəli kökdür. 4 tək dərəcəli kökdür. Gəl ədəd 9 üzərində qeyd edək. 4 ola bilərmi? Bəli, ola bilər. Sonra 2 ola bilərmi? Xeyr. Çünki məxrəcdə 2 var. X çıx 2 var. Mənfi 5 ola bilərmi? O da xeyr. Mənfi 5 də ola bilməz. 2 də nədir? Cüt dərəcəli kökümüzdür. Baş əmsallarımız müsbət, yazım bura. Müsbət, mənfi, mənfi, müsbət. Bizə nə lazımdır? Bizə lazımdır mənfi aralıq. Mənfi 5, 2 var. Mənfi aralıq, birləşmə, 2, bir də 4 var. 4 ola bilər. Mənfi 5, 2, birləşmə 2, 4. 4 ola bildi. Başqa nə qalır yerdə heç nə? Bizə nə soruşurdu burada? Bərabərsinin tam həllərinin cəmi. Tam həllərinə baxaq. Mənfi 5-dən sonra mənfi 4 var. Mənfi 3 var. Mənfi 2 var. Mənfi 1 var. Plus 0, plus 1 var. Plus 3 var. Plus nə var? 4 var. 2 olmaz. 3 bir də 4. 3 ilə 3 gedir. 4 ilə 4 getdi. Mənfi müsbətləri getdi. Mənfi 1 ilə də müsbət 1 gedir. Yerdə nə qalır bir dənə? Mənfi 2. Deməli, doğru cavabın mənfi 2 nədir burada? B variantı. 41-ci sualda oldu B variantı. Keçək 42-ci suala. 5 minus x. Yazıram 5 minus x-in kvadratı bölünsün. X minus 7. Kiçikdir 0-dan.
bərabərsizliyinin deyir ki, 2 bir də 7 aralığına daxil olan tam həllərinin cəmini tapın. Hesablayaq. Bunu belə də yazmaq olar da x minus 5'in kvadratı vurulsun x minus 7 kiçikdir 0'dan. Sıfıra çevirin hallara baxaq. Burada 5'dir. Cüt dərəcəli kökdür. 7 tək dərəcəli kökümüzdür. Evet oxucanda qeyd edirəm. 7 buradadır. 5 də burada. 5 cüt dərəcəli, 7 tək dərəcədə. Baş əmsallar müsbətdir. Müsbət, mənfi, mənfi. Mənfi sonsuzluqdan hara kimi gəlir? 5'ə kimi gələ bilər. Birləşmə 5'dən hara kimi gələ bilər? Bax bu 7'yə kimi gələ bilər. Arana daxil olan tam həllərinin nəyin tap? Cəmini tap. 2'dən 7'yə qədər hansı ədədləri var? Və yaxud da bunların kəsişməsinə də baxa bilərik də. Bizə bu mənfilər lazım idi. Buranı düz yazmışlar. 7 burada nədir? Bu 7 də daxil deyil əslində burada. Çünki kiçikdir işarəsi var. Bərabərlik yoxdur. Parça işarəsini burada silirik. İndi nə qarıram? 7'ni, 2'ni, bir də 5'i qeyd edirəm. Bax 7 burada. Sonra nə var? 5 burada. Sonra bu 2'ni qeyd edirəm. 2'nin içərisi doğulur. Bu ola bilər. 2'dən 7'yə qədər nişanlayıram. Ştrikləyirəm. 2'dən 7'yə qədər. Sonra mənfi sonsuzdan mənfi 5'ə qədər. Bunu da ştrikləyirəm. Bir də nə var? 5'dən 7'yə qədər buranı da ştrikləyirəm. İndi ən çox hara qara düşüb? 2, 5, birləşmə 5, 7 intervalına düşür də. Burada da 2 daxildir. Belə mötərizə verilmişdir şərtin özündə. İndi daxilin tam həllərinin cəmini istəyir bizdən. 2 var. Plus 3 var, plus 4 var. Neçə elədir bu? 2 üstə 3, 5, burada 9'dur. Burada bir dənə nə deyir? 5 ilə 7 arasında bir dənə 6 deyir. Doğru cavab neçə oldu? 15. Deməli 42-ci sualda da doğru cavabımız neçədir? 15'dir. Yazaq. Cavab 15'ə. Və yaxud da bu aralıqda olan ədədləri götürün. Görün hansı 2-7 aralığında. Yəni ki 2 olsun, sonra 3 olsun, 4 olsun, 5 olsun, bir də 6 olsun. Hansılar öylədir? 2, 3, 4, bir də 6 deyib də onsuzda. 2, 3, 4, 6 deyib 5 ödəməyib. Çünki 5 bu aralığa nə deyil? Daxil deyil. 43 də bunun eynisidir yazmıram. Keçək neçə? 44-cü suala. Bərabərsini ödəyən natural ədədlərin cəmini tapın. Yəni siz şərti yazmışsınız, bərabər qoymuşsunuz və hasıl kimi yazırıq deyə bil. Yazaq burada 44. Mən birbaşa nə edəcəm? Hasıl kimi yazacağam. 3 çıxılsın kök altında 11. Buradan 5'i çıxarsam, ne çıxar? Eybi yoxdur. 5 çıxıq 35'dir. Bölünsün. Hasıl kimi yazsaq, buradan da 2'ni çıxardıram mötərizə xaricinə. Olur x kvadrat minus 6x plus 9. Böyükdür. Bərabərdir nə var? 0 var. 0'ı 2'yə böləndə onsuz da 0 edir. Bu 2'nin heç bir mənası yoxdur orada. 3 çıxılsın kök altında 11 mənfi ədəddir. Bu mənfiyə görə bu işarəni bax bunu silərəm. İşarəni nə edirəm? Bax əksinə dəyişərəm. Sıfıra çevirən hallarda baxıram. Əvvəla belə yazaq da buna. 5x minus 35 vurulsun. Bu nə nəsəşidir? X minus 3'ün kvadratı. Kiçikdir, bərabərdir 0. Amma məxrəcdə olduğuna görə x fərqlidir, 3 götürmək lazımdır. Bax bu mütləqdir. İndi baxaq. 5x 35 sıfıra çevirən hal 7'dir. 35'i 5'ə böləndə. Burada 3'dür, amma cüt dərəcəli kök kimi baxacaq buna. İndi ədəd oxu üzərində qeyd edirəm. 3, 7 burada var. 7 ola bilər, amma 3 ola bilməz. 3 cüt dərəcə, 7 tək dərəcədə. Baş əmsallar müsbətdir. Müsbətdən başlayır. Mənfi, bir də mənfi. Bizə nə lazımdır? Mənfilər. Mənfi sonsuzluqdan gələ bilərəm 3'ə. 3 daxil deyil. Birləşmə 3'dən hara kimi gələ bilərəm? 7, amma 7 nədir? Daxildir. Bərabərçilə natural ədədlərin cəmini tapın. Burada var 1, 2. Naturalları var. Sonra 4 var. 5 var.
bir de 6 var, 7 var. Bu da ne oldu bizim? Natural ədədlərimiz. Düz yazılır. 4, 5, 6, 7 buradadır. 1, 2 buradadır. 1 üstə 2, 3 üstə 4, 7 üstə 5, 12, 18 üstə 7 cəmimiz neçə edir? 25 edir. Deməli 44-cü suala cavab neçədir? 25. Yazıram cavab neçədir? 25. Düz hesabladıqda 1 üstə 2, 3 üstə 4, 7 üstə 5, 12 üstə 6, 18 üstə 7, 25. Bəli. Keçək neçəyə? 45-ci suala. 1 bölünsün 5 kiçikdir 2 bölünsün 2x minus 5 kiçikdir 3'də 1'dən. Bərabərsini ödəyən tam ədədlərin sayını tapın. Necə tapaq bunu? Əksinə dəyişsəm, tərsinə dəyişsəm daha doğrusu 3 bu cür keçir. Kiçikdir 2x minus 5 bölünsün 2 kiçikdir 5'dən. Tərsinə yerlərini dəyişdim. Hamısının məxrəci nədir? 1'dir. Burada 2 var. İndi bu bərabərsizliyi nəyə vurum? Hər tərəfin müsbət 2'yə vurum. 2'yə vuranda olacaq 6 kiçikdir. Bu 2 ilə bu 2 gedir. Olur 2x minus 5 kiçikdir. 2 5'im neçə edər? 10 edər. İndi hər tərəfin üstə 5 gəlsəm 6 üstə 5 neçə edər? 11 kiçikdir. 2x kiçikdir. 10 üstə 5 15'dən. Hər tərəfin 2'yə bölsəm olur 5,5. 11 2'yə böldük. Kiçikdir. X kiçikdir. 15'i 2'yə böldüm. Neçə oldu? 7,5 oldu. Ödəyən tam ədədlərin sayı. Tam ədədlər hansılardır burada? 6'dır. Bir də nə var? 7'dir. 2 dənə. 45-ci sualda da cavab neçədir? 2. Yazıram cavab. Tam ədədlər 2 dənədir. O hansılardır? 6 var. Bir də 5,5'dən böyük 6'dır. Sonra 7 var ki 7,5 oldu. 6 ilə 7. 46 bunun eynisidir. Yazmıram. Keçək nəyə? 47-ci suala. A parametrinin hansı ən böyük qiymətində? Yazıram. 2 minus A. Burası A plus X. Bərabərdir. 15 minus 7A. 47'de 15 minus 7. Tənliyinin kökü 3'dən kiçik deyil. 3'dən kiçik deyil. Gəlin əvvəla bu tənliyin biz nəyini tapaq? Kökünü tapaq. 2'ni vuraram A'ya. Və yaxud da A plus X'ı da yazıram A plus X bərabərdir. 15 minus 7A bölünsün 2 minus A. Şimdi buradan X'ı tapsam X bərabərdir. 15 minus 7A 2 minus A. Bu A'nı keçirirəm bu üzə olar çıx A. Tənlinin kökünü tapdım. Və biraz da sadələşdirək bunu. Məxrəc nədir? Məxrəc 1'dir. Olur 15 minus 7A çıxılsın. 2 minus A ortaq məxrəcimizdə bizim. 2 minus A'nı 1'ə bölürəm. Nə qalır? 2 minus A qalır. A'ya vuranda yazıram A vuralsan. Elə 1'ə yazar 2 minus A'ya. Bu da bərabərdir. Yenə kəsr xətti çəkdik. 15 minus 7A çıx 2A plus A'nın kvadratı. Burada nə var? 2 minus A var. Burada yazıram yenə kəsr xətti çəkdim. 2 minus A 15 çıx 9A mənfi 7 mənfi 2 plus nə var? Burada A kvadratı var. Deməli bu bizim nə oldu? Bu bizim tənliyimizin düz yazıda 15 çıxılsın 9A plus A kvadrat 2 minus A. Bu bizim tənliyimizin kökü oldu. Və bizə şərt verir baxın. Deyir tənliyinin kökü 3'dən kiçik deyil. O zaman belə yazıram. 15 minus 9A plus A kvadrat. Bölünsün. Tənlinin kökü bunu tapmışıq da. 2 minus A 3'dən kiçik deyil. 3'dən böyük olsun. Həm də bərabər ola bilər də. Yazdıq bərabərdir. İndi 3'ü ataq hara? Sol tərəfə. 15 minus 9A plus A kvadrat. Bölünsün 2 minus A çıxılsın 3 bölünsün məxrəci 1'dir. Böyüdür bərabərdir 0'dan. İndi hər tərəfin ortaq məxrəci gətirək. Yenirəm 2 minus A'dır ortaq məxrəc. Özünə böləndə 1 edir. Məxrəcinə vuranda, sürətinə vuranda öz edəcək. Plus A kvadrat minus 3'ü də 2 minus A'ya vururam. Ödəyir mənfi 6 plus 3A.
Bax bu formaya düşəcək. -3 2 minus a-ya vuranda, -3 2-yə vuranda -6 edir. -3 -a-ya vuranda müsbət 3 sayıdır. Böyüdür bərabərdir 0-dan. Yenə yazırıq. A kvadrat -9a plus 3a -6a 15 çıx 6 plus 9. Burada da a minus 2 kimi yazsam bunu, onda işarəni neyinləyəcəm burada? Bax, bunu mənfiyə vursam, onda bu işarədə mənfiyə vurulur axı. İşarə ikisinə dəyişir. İndi a kvadrat çıx 6 plus 9 nə nasılışıdır? A minus 3-ün nasıl kvadratının nasılışıdır? Vurulsun. A minus 2 hasıl kimi yazılır. Kiçikdir bərabər nə oldu? 0-da. 3 cüt dərəcəli kökdür. 2 tək dərəcəli kökdür. Amma a fərqlidir nə olmalıdır burada? 2 olmalıdır. Biz neçənci 47-ni yazırıq da bəli. Hansı ən böyük tam qiymətində deyir. İndi də 9 üzərində qeyd edək. Deməli 3 buradadır. Bu ola bilər, amma 2 ola bilməz. 3 də cüt dərəcəli kökdür. Baş əmsallar müsbətdir. Müsbət, müsbət nə oldu? Mənfi. Bizə nə lazımdır? Mənfi sonsuzluqdan 2-yə qədər qiymətlər lazımdır. Birləşmə 3 də ödəyir də. 3-dən 3 çıxanda 0, 0, 0-a bərabərdir. A parametrinin hansı ən böyük qiymətində deyir. Hansı ən böyük qiyməti 3-dən böyük burada olan yoxdur da. Məsələn 3 ilə 7 olsaydı tam demir ya bizə. A parametrinin hansı ən böyük qiymətində. Tam demədiyinə görə burada onsuz da 3 var. 3-dən böyük yoxdur. Ona görə cavab 3 olar. 47-də yazıq neçə? Cavab 3 olsun. 48-də bunun eynisidir. Özünü yazarsınız. Keçək neçəyə? 49-cu suala. Misal nömrə 49. X kvadrat minus 16 bölünsün x minus 4 kiçikdir 24 minus 3x. Bərabərsizliyin ən böyük tam həllini tapın. Tam həlli soruşulur. İxtisar da eləyə bilərik. Amma ixtisar eləsək burada nə edəcək? Kök itəcək. Ona görə axırda 4-ü nəzərə biz almayaq. Çünki məxrəci 4-ə bölmək olmaz. Gəlin belə bu yolla eləyək bunu. Bax yazıram. X çıx 4. X plus 4 vurğulara ayırıram. X minus 4 kiçikdir 24 minus 3x. 3x biraz normal yazaq. X minus 4-ləri x-lər eləyəcəm. X-lər eləyəndə kökün biri itir axı. X-lər əslində eləmək doğru deyil, amma eləyək də. Nəyə görə doğru deyil? Çünki çox şagird burada x minus 4 x-lər eləyəndə 4 də burada kökü də atıb gedir. Amma indi mən x-lər eləyirəm. X-lər eləyəndə normalda belə yazılmalıdır. Yazıram x çıx 4 fərqlidir 0. Yəni ki 4 kökün burada unutmaq olmaz. Bax x fərqlidir nə olmalı? 4. Çünki məxrəci 4 olsa 0-a bölmə olmur da ona görə. X 4 olsa məxrəc 0 olur, o da bölmə yoxdur. Mənası olmaz. İndi geridə nə qaldı? X plus 4-ümüz var. Kiçikdir 24 minus 3x-dir. İndi x üstə 3x nə edir? 4x kiçikdir 24 çıx 4 20. X kiçikdir nə olur? 20-ni 4-ə böldü, qaldı 5. Bunun həllər çoxluğundadır. Mənfi sonsuzdan 5-ə qədərdir. Ən böyük tam həlli. Ən böyük tam həlli mənfi sonsuzdan 5-ə qədər. Onsa 5 ola bilmir. Çoxsa götürədir 4. Çünki burada əvvəl bax bu formada yazmasaydı. 4 ola bilməz axı. 4 olsa məxrəc 0 olur. Ona görə 4 də olmaz. Deməli 4-dən sonra nə gəlir? 4-dən kiçiyi nə gəlir? 3. Ən böyük tam həlli bu bərabərsizliyin 3-dür. 4 yox. Cavab yazaq. Cavab burada neçə? 3. 49-cu sual. 50-ci sualda bunun eynisidir. Keçək neçəyə? 51-ci suala. 51. Yazaq kökün altında 3 minus 2 bölünsün. Bu birinci də verib bizə. X plus 3 böyükdür 0. İndi hamısını bir-bir gəlin həll edəyik. Deməli kökdə 3 minus 2 özü hansı ədəddir? Mənfidir də. Bu mənfidirsə, deməli x plus 3 də özü mənfi olmalı ki, mənfi mənfiyə böləndə nə olsun? Müsbət olsun.
Deməli x plus 3 özü nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. X daha kiçikdir. Mənfi 3-dən. Mənfi sonsuzluqdan hara kimi gələr? Mənfi 3-ə qədər gələr. Bu birinci. Mənfi sonsuzdan mənfi 3. Sonra ikincini burada yazaq. Buradan yazıram ikincini. Deyir bərabər 3x plus 2 böyükdür, bərabərdir 3-də 1 x minus 6. Yazıram 3x plus 2 böyükdür, bərabərdir 3-də x yazıram. 3-də 1 x minus 6. Hər tərəfin 3-ə vursam. 3 üçün min neçədir? 9x plus 3 2 6 böyükdür, bərabərdir x çıx 3 6 18. 9x çıx x nə qaldı? 8x böyükdür. Mənfi 18 çıxaldım mənfi 24-dən. X da böyükdür, bərabərdir nə? Mənfi 3. Yəni ki, mənfi 3-dən hara kimi? Müsbət sonsuzluğa kimi. İndi üçüncüyə baxaq burada. Üçüncünü də buradan yazım. Deməli deyib 2 minus kökdə 5. Yazıram 2 minus kök altında 5. 1 minus x. Kiçikdir, bərabərdir 0-dan. İndi bunu da həll edə. 2 minus kökdə 5 nə deməkdir? Mənfi ədəddir. Ona görə 1 minus x işarət dəyişər 0-dan böyük. Mənfi x böyükdür, bərabərdir. 1 keçdi, mənfi 1 oldu. X daha kiçik, bərabərdir 1. Mənfi sonsuzdan hara kimi? Müsbət 1-ə kimi. Bax, burada da 1 nədir? Daxildir. İndi yazaq bura. Nəyi? 1 var, 2 var, 3 var. Görə hansına uyğun gəlir. Mənfi sonsuzluq 4. Mənfi sonsuzluq 4 bizim bax. Birinci sualın cavabı budur. İkinci budur. Üçüncü də budur da. Mənfi sonsuzluq 4 harda var? Mənfi sonsuzluq 4 yoxdur. Deməli düz baxaq. Sonra mənfi sonsuzluq mənfi 3. 1-ə uyğun gəldi B variantı. Bax yazdım bura 1-ə uyğun gəldi B. Ən böyük təməlli mənfi 4-dür. Bəli, 1-ə C də uyğun gəlir. Mənfi sonsuzluq bax mənfi 1 bu ola bilməz. Ən böyük təməlli nədir? Burada mənfi 3-dən sonra mənfi 4 gəlir də. Bu doğrudur. İndi 1-ə uyğun gəldi 1B. Bir də nə gəldi uyğun? C gəldi. Mənfi 3 müsbət sonsuzluq ola bilməz. Mənfi sonsuzluq 1 ola bilməz. İndi 2-ə uyğun gələnə baxaq. Mənfi sonsuzluq 4 ola bilməzdir. Mənfi sonsuzluq mənfi 3 bu bilədir. Ən böyük təməlli. Mənfi 3 müsbət sonsuzluq. Nədir? 2-dədir də bu. 2-ə nə uyğun gəldi? 2-ə uyğun gəlir D variantı. Bunu biraz balaca yazaq. 2-ə uyğun gəldi D variantı. 3-ə nə uyğun gəlir? Mənfi sonsuzluq 1. 3-ə də uyğun gəlir Y variantı. 1BC, 2D, 3Y. 1BC, 2D, 3Y. Bax, bu formada bizim həllimizdir. Keçək neçəyə? Növbəti suala, 52-ci sualımıza. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlardır. Yazıram x kvadrat. Toplanan yerdə cəm dəyişmir də. Yazıram x kvadrat. Üstə yansın 13x, üstə yansın neçə? 42. Bölünsün. X minus 5'in kvadratı kiçikdir nədir? 0'dır. Deyir bərabərsizliyi həll edin. Eləyək. Bunu necə həll edək? Deməli, hasil kimi yazaq əvvəla. X minus 5'in kvadratı vurulsun. X kvadrat plus 13x plus 42. Kiçikdir nə olur? 0. Köklər cəmi mənfi 13 olsun. Hasili müsbət 42. Mənfi 6 ilə mənfi 7 ədədləridir. Bax bunlar. Köklərinin cəmi. İndi burada nə yazıram mən? X minus 5 kvadrat x plus 6 vurgulara ayrılır. X plus 7. Kiçikdir nə olur? Kiçikdir 0 olur. İndi köklərinə baxaq. Sıfıra çevirən hallara baxaq. Bax burada 5 var. Burada mənfi 6 var. Burada mənfi 7 var. Və burada x minus 5 sıfırdan fərqlidir. X da fərqlidir nə olmalıdır? Mütləq və mütləq 5-dən fərqli olmalıdır ki, məxrəc 0 olmasın. Ə9 üzərində qeyd edək. 5 ola bilməz. İçərisi boş. Mənfi 6 ola bilər. Mənfi 7 də nə ola bilər? Ola bilər burada.
-7. Mənfi 7 də ola bilməz. Çünki burada bərabərlik verilməyib baxın. Hər içərisi nədir bunların da? Boşdur. Amma burada 5 nədir? Cüt dərəcəli kökdür. Cüt dərəcəli kök tək, bir də tək. Baş əmsal nədir? Baş əmsal müsbət, müsbət, müsbət. Müsbətdən başlayır yenə müsbət, mənfi, mənfi. Bizə nə lazımdır? Bizə lazımdır mənfi aralıq. Yəni, burada müsbət olur da. Nəyə görə? Çünki mənfi 7 cüt dərəcəli kökdür axı. Bizə mənfilər lazımdır. Mənfi aralıqda -7, -6 aralığıdır. -7, -6 aralığı. 52-ci sualda da cavab -7, -6 aralığı. Keçdi neçə? Bu 52 idi. 53 bunun eynisidir. Yazmıram. Keçək 54-cü suala. Yazıram 54. X minus 3. Sonra da verib. 5 minus x. Sonra da verib. Mənfi x kvadrat plus 8x minus 15 böyükdür. Bərabərdir 0-dan. Bərabərsizliyini həll edin. Eləyək. Əvvəla burada bunun yerini dəyişək. Yazıram x minus 3. X minus 5. Mənfini atdım qabağa. Mənfini atıb yerini dəyişirəm. Burada mənfini çıxarsam olur x kvadrat minus 8x plus 15. Böyükdür, bərabərdir 0-dan. İndi bu mənfi ilə mənfi nə elədi? Müsbət elədi. Bax, yekun nəticə müsbətli işarət dəyişmədi. Burada bu mötəzəni sildim. Hasıl kimi yazaq. X minus 3. X minus 5. Cəmi 8, hasılı 15 eləyən. 5 ilə 3 ədədləridir də. Yazıram x minus 5. X minus 3. Böyükdür, bərabərdir 0-dan. Cəmi 8-dir, hasılı müsbət 15-dir. 5 3 ədədlərdir. X minus 3, x minus 3 bir-birinə nə olur vuranda? X minus 3-ün kvadratı vurasın. X minus nəyin kvadratı var burada? Bir də x minus 5-in kvadratı var. Böyükdür, bərabərdir nə var? 0 var. 3 var, bir də 5 var. Hər ikisi nədir? Cüt dərəcəli kök. Burada da cüt dərəcəli kökdür. 5-i mən burada nə edəcəm? Bax, burada nə 3 daxil deyil, nə də 5 daxil deyil. Heç birisi daxil deyil. 5, bir də 3. Çünki məxrəc nə 3 ola bilməz, nə 5 ola bilməz. Hər ikisi x fərqlidir 3-dən, o da belə yazmayaq da. X fərqlidir 5-dən olmalıdır. Bax, bunları nəzərə almaq lazımdır. Hər ikisi cüt dərəcəli kökdür. Baş əmsallar müsbətdir. Olur müsbət, müsbət, müsbət. İndi bunun həllər çoxluğu hansıdır? Mənfi sonsuzdan 3-ə qədər gələr. Birləşmə. 3-dən 5-ə qədər gələr. Birləşmə 5-dən hara kimi gələr? Müsbət sonsuzluğa kimi gələr. Bax, doğru cavabımız budur. Keçək 54 getdi. Keçək neçənci suala? 55-ci suala. M parametrinin hansı ən kiçik tam qiymətində? Yazıram x kvadrat üstə gəlsin mx minus 1 bölünsün 2x kvadrat minus 2x plus 3 kiçikdir 1 bərabərsi x-in istənilən həqiqi qiymətində doğrudur. Necə taparıq bunu? Baxıram, A müsbətdir. A sıfırdan böyükdür. Diskriminant nədir? 2 çıxılsın, 4 vur 3 vur 2, diskriminant mənfidir. Deməli, bu hər zaman müsbətdir. Müsbət olduğuna görə tənasib kimi vuraq buna. Biri bu ifadə vuranda özüdür. X kvadrat üstə mx minus 1 kiçikdir. 2x kvadrat. Bunu da 1'ə vuranda öz edəcək. Çıx 2x plus 3. İndi bu ifadənin hamısını keçirirəm sağ tərəfə. Olur 2x kvadrat minus x kvadrat. Çıx 2x. Çıx nə var? mx plus 3 var. Plus 1 var. Böyükdür nə olacaq? 0 olacaq. 2x kvadratdan x kvadratını buradan çıxıram. 2x kvadrat çıx x kvadrat. Çıx 2x var. Çıx mx var. Yazdım bura. Plus 3 var. Plus 1 var. Plus 3 plus 1'in yerinə yazıram. Plus 4 yaza bilərəm. Bu da 0 nə deyib? Böyükdür. 2x kvadratdan x kvadratını çıxdım. Qalır x kvadrat çıx. Buradan x'i çıxarsam mötəzə xaricinə. Olur. M plus 2 burasın x
Mənfini də çıxartdım da, mənfi x'i çıxartdım. Plus nə var? 4 var. Böldü 0. A'sı müsbətdirsə, bu hər zaman 0 eləmək üçün diskriminant nə olmalıdır? 0-dan kiçik olmalıdır. Yəni, m plus 2-nin kvadratı çıx 16 0-dan kiçikdir. Belə yazıram. M plus 2 çıx 4. M plus 2 minus plus 4'ü. Vurgulara ayırdım. M minus 2 eder. M plus 6 eder. 0'dan nədir? Kiçikdir. 0'a çeviren hal biri 2'dir. Biri mənfi 6'dır. O zaman elə 9'unda qeyd edək. 2 var. Bir də nə var? Mənfi 6 var. Tək dərəcəli köklərdir. Baş əmsalları müsbətdir. Müsbət, mənfi, müsbət. Bizə mənfilər lazımdır. Mənfi 6. Bir də nə var? 2 aralığı var. Hansı ən kiçik tam qiyməti deyirdi? Ən kiçik tam qiymət burada hansıdır? Mənfi 5. Deməli, 55-ci sualda da doğru cavab neçədir? Mənfi 5'dir. Yazıram cavab mənfi 5. 56 bunun eynisidir. Keçək 57-ci suala. Baxaq 57-ci sual deyir. Ay qız, yazıram. AX. Aha, burada da AX minus D. AX minus D. X plus C. X minus B. Kiçikdir 0. Bərabərsizliyini həll edin. Baxıram. A neçədə dayanır? A dayanır 2'də. Fikir verək bura. Bax, A dayanıb burada 2'də. Bunu silək. Ehtiyac yoxdur. A 2'də dayanıbsa olur 2x. Minus D. D'yə baxıram, D olub 6'da. Yazdım 6. X plus C neçədə olub bəs? C olub 4'də. X plus 4. X minus B neçədə olub bəs? B olub 7'də. Yazım 7. Kiçikdir nədir? 0'dır. Qiymətlərini sadəcə yerinə yazırıq. 0'a çeviren hallara baxıram. Burada 3'dür. Burada mənfi 4'dür. Burada 7'dir. A9'da qeyd edək. Heç birisi daxil deyil. 7 var. 3 var. Bir nə var? Mənfi 4 var. Tək dərəcəli köklərdir. Baş əmsalları müsbət. Müsbət, mənfi, müsbət. Müsbət, mənfi, müsbət, mənfi. Mənfi aralıq lazımdır. Mənfi sonsuzluq. Mənfi 4. Birləşmə 3. Bir də nə var? 7 aralığı var. Doğru cavab da bax budur. Mənfi sonsuzluq mənfi 4. Birləşmə 3, 7.